Salam, mən Zəriş Maksudova, sizin SAT Verbal müəlliməniz. Bugün istəyərdim ki, ən çox verilən sualları cavablandırım. SAT verbal bölməsi nədir? SAT Verbal bölməsi tələbələrin ingilis dilində bilik və bacarıqlarını qısa mətnlər, lüğət və qrammatika əsaslı suallar vasitəsilə təyin etmək üçün nəzərdə tutulmuş SAT imtahanının bir hissəsidir. SAT verbal bölməsinin strukturu necədir? SAT Verbal bölməsi 2 moduldan, hər modul isə 27 sualdan ibarətdir. Toplam olaraq 54 sual, verilən vaxt isə 64 dəqiqədir. Bir suala verilən vaxt təxminən 1 dəqiqə 18 saniyədir. İmtahanda yüksək nəticə əldə etmək üçün xüsusi metod varmı? Bəli, mən həmişə tələbələrimə tövsiyə edirəm ki, ilkin olaraq qrammatika suallarından başlasınlar. Çünki onlar az zaman alır və beləliklə reading və vocabulary sualları üçün vaxta qənaət etmiş olurlar. Çünki onları oxumaq, anlamaq və analiz etmək daha çox zaman alır. SAT verbal bölməsi üçün ilkin olaraq necə hazırlaşmaq olar? İlkin olaraq tələbələr ingilis dilində mütaliələr eləmək hər gün davamlı olaraq və həmçinin güclü söz bazası yaratmalıdır özləri üçün. Və bundan əlavə olaraq qaydaları mütəmadi təkrarlamalı və sualları rəsmi veb-saytdan məşq eləməlidirlər. Yüksək nəticə əldə etmək istəyənlərə tövsiyəniz. Az öncə qeyd etdiklərindən əlavə olaraq tələbələr dərslərə davamlı olaraq qoşulmalı və mock imtahanlarında iştirak etməlidirlər. Əlavə suallarınız olarsa, buyurub komment və yaxud da demə yaza bilərsiniz. Hər kəsə uğurlar.